düşür onda. Biz bu günləri gedirik dünya çempionatına. Bilirsiniz də bizim komanda çox güclü bir komanda. Bizim komandaya tay bərabəri yoxdur. Çünki komandanın rəhbəri də, federasiyanın prezidenti də dəfələrlə dünya çempionatı. Bizim komandada uduzmaq olmaz. Biz nə icra başçısıyıq, biz nə məmuruq, nə olursa biz idmançıyıq. Ona görə də biz Avropa Dünya Çempionatına idmançı gətirdik, idmançı yetişdirdik. Bizim, necə deyərlər, bütün istədiyimiz nə varsa biz idman oluruz. Bizim həyatımızda idman olur, bütün hər şeyimiz idman olur. Sən özü necə hiss edirsən? Özümüz yəni çox əla hiss edirəm. Bu yarış inanıram ki, klubumuzda demək olar 90% ya da 100% hamı çempion olacaq. Şətimə, sən günləri birinci kim döyüşəcək? Birinci Əliyev döyüşür 57 kilogram çəki dərəcəsində. İnşallah inanıram ki, Poşar rəqibinə yüksək səviyyədə qalib gələcək. İkinci döyüşür İzzət döyüşür, İzzət Həsənov. Üçüncü Xəyal Əliyev, dördüncü Məmməd Əmdəliyev. Şəhriyar, sən bizim o gün döyüşən idmançı aşırda biləcək? Bəli, uşaqlar maşallah, yəni bu o boyda əziyyət çəkir. Səhər axşam, yəni Yox, nakavt edən olacaq. Nakavt edən, bəli. Ən əsası ifmadan, əsas odur. ən əsası hər 4 idmançımız ifmadan nəticəsi olan idi. Sən axırıncı döyüşürsən. Bəli, hər şey qaydasındadır. Filmin sonu qoyur da belə vururlar. Hazırlığımız gözəl keçir. Qalibiyyətlərimizi sıralaya gedirik, son nöqtəni özüm qoyacağım. Bizim komandanın adı nədir? Qarabağ döyüşlərinə görə. Nədir? Dəmir yumru. Dəmir yumru cənab prezidentimizin dediyi kimi hər zaman öndə olur. Cənab prezident də Muay Thai stoykasından şəkil çəkdirmişdi ya. Bu Muay Thai o deməkdir ki, bu sırf döyüş deməkdir. Döyüş deməkdir və bu Ali Baş Komandanımız da bunu Azərbaycanın tam bərpa, suveren olması üçün öz gücünü qoydu. İstər Avropada, dünyada, bütün hər kəsin önündə və torpaqlarımızı işğaldan azad etdik. Bu gün də biz qələbə qazanırıq. Nə edəcəyik? Biz bu döyüşlərimizi həsr eləyəcəyik elə həmin o döyüşlərə. Sən, Hər şey sənin qaydasındadır. düşüncən nədir? Həmişə qalibiyyət, həmişə Sənə ümidimiz böyüdür ya. İnşallah. Bax, gənc, sən nə düşünürsən? Hər şey yaxşı olacaq. Neçə yaşın var? 17. 17. Yəni kişiləşirsən. Özəlliklə Muay Thai-nin Avropa çempionatı. Başqa idman növünün yox Muay Thai-nin. Burada olanların hamısı Dünya mükafatçısıdır. Muay Thai-da nəticə göstərən uşaqlardır. Bizim idmançıların hamısı ifmadan nəticəsi olan idmançılardır. Ən əsası Gəlmə odur. bir şey deyim də göstərin. Bax, tutaq ki, başlayan birinci burada Məmməddən. Məmməd, Avropa klubu. Sonra Xəyal dünya çempionudur, Avropa oyunları mükafatçısıdır. Bu bizim İzzət Avropa çempionudur, dünya çempionudur. Və məni yaddan çıxartdın. Bir gəlir. Mən heç. Federasiya prezidenti Araz Musayev 9 dəfə dünya çempionudur, 3 dəfə Avropa çempionudur. Gəlir Əli Avropa kubokunun qalibi. Mən dəfələrlə Azərbaycan Respublikasının Gənclər Nazirliyinin verdiyi qərarla 10 idmançısının biri olmuşam. Dəfələrlə. İlin idmançısı, dəfələrlə. Bir dəfə yox ha, dəfələrlə. Azərbaycanda 10 idmançı olubsa, onun siyasətə düşmüşəm. Özdə idmanın cənab prezidentimizin ən diqqətli olan vaxt, idmanı özü birbaşa inkişaf etdirdiyi dövrdə. Belə bir söz deyirlər. Hər kəs filməcə verməlisin, filmin bir başağız yaxşı olur, bir də sonu. Başağızı mən başlayıram, sonunu sən gətirirsən. İndi hamımız bir əl vuraq, gedək ara İrəli. Muay Thai-da.